Hər uşaq fərqli bir aləmdir. Hər kəsə salam, mən Bahar Mustafazadə, 16 yaşındayım. Varşava Akademiyada Gələcəyi Sərkərdələri layihəsinin iştirakçısıyam. Mən hər kəsdən fərqliyəm, çünki kreativəm və uğurluyam. Ən sevdiyim məşğuliyyət həm özümü, həm də insanları analiz edib, daha dərindən və daha yaxından tanımaqdır. Amma hobi içində ən sevdiyim məşğuliyyət öz kitabımı yazmaq, kitab oxumaq və mahnı dinləməkdir. Mən yəqin ki, aksiyonun və həyəcanın içində olardım. Mən də bir gənc olduğum üçün onu deyə bilərəm ki, böyüklər ya bizə qulaq asırlar, ya da qulaq asmaq məcburiyyətində qalırlar. Və bu yaxınlarda da yeni bir ideya gəlmişdi ki, ağlımıza ay bizim olsun və biz də oradan sahələri insanlara sataq. Maraqlıdır. Bahar Mustafazadə bugün Hər kəsdən fərqli layihəsinin ulduzudur. Əziz dostum, Hər kəsdən fərqli layihəsinin növbəti uğurlu gənci sən ola bilərsən. Hələlik!